Düşünürüm ki, ola bilsin ki ateşkes bundan sonra da devam etsin. Ama inanmıram ki bir həftə ərzində tərəflər razılığa gəlsin, hansısa bir sazişə imza atsınlar. Niye? Çünkü İran'ın şərtləri, tələbləri artıq dərəcədə sərtdir. Fikir verin, siz onu göstərdiniz. Elə parlament spikerin Qalibaf'ın çıxışında da o səsləndi. Tam kompensasiya sanksiyaların aradan götürülməsi, deməli müharibənin tam yekunlaşdırılması və digərləri. Mən düşünmürəm ki, Amerika və İsrail buna hazır olan bir vəziyyətdədirlər. Çünki gördüyümüz kimi İsrail hesab edir ki, onların öz məqsədləri var, xüsusilə Yaxın Şərq regionunda. Onlar Hizbullah'a qarşı vuruşurlar, Livan ərazisində olan. Onlar digər dəstələrə, proksi dəstələrə qarşı mübarizə aparırlar. Eyni zamanda ABŞ-nın da müəyyən məqsədləri var. Burada nüvə proqramıdır İranın, Hörmüz boğazıdır və s. Yəni ateşkəsin davam olunması çox güman ki mümkündür. Amma danışıqlar zamanı tərəflər bir razılığa gəlməlidir. Müəyyən bir kompromisə gəlməlidirlər. Əks halda vaxt aşırı bu zərbələr atılacaq. İsrail İrana, İran İsrailə və digər obyektlərə. Mən düşünürəm ki, burada hələ danışıqlar davam edəcək və bunların bu tələbləri, şərtləri gərək müəyyən dərəcədə yumuşalsın. Amma Trump deyir ki, Yaxın Şərqdəki münaqişənin həlli başa çatmaq üzrədir. Hətta burada hansısa bir razılığa yaxınlıq da demir. Deyir ki, ümumilikdə münaqişənin həlli başa çatmaq üzrədir. Düzdür, Trump'ın açıqlamaları zaman-zaman hətta elə olur ki, gün ərzində belə bir-birini təkzib eləyə bilir. Bundan öncə də vurğuluyordu ki, biz blokadanı, dəniz blokadasını sentyabra qədər davam etdirəcəyik. İndi amma baxdığımızda Amerika Birləşmiş Ştatlarının İranı dəniz blokadasına saxlaması, ümumiyyətlə Yaxın Şərqdəki bu mənzərə onun maraqlarına uyğundurmu, istədiyini əldə edə bilirmi? Bir qədər geniş yanaşsaq prosesə. Müəyyən dərəcədə əlbəttə onların maraqlarına cavab verir. Çünki blokada o deməkdir ki, İran limanlarından gəmilər çıxmır. ABŞ buna imkan vermir. Bu əslində elə müharibənin müəyyən komponentləridir. ABŞ hesab edir ki, bir sıra məsələlər həll olunana qədər bu davam edəcək. Ona görə belə bir təbii ki, optimistik bəyanat ola bilsin ki, səmimi bir bəyanatdır. Amma mən bilmirəm nə dərəcədə reallığa uyğundur. Həqiqətən siz dediniz, artıq qeyd elədiniz, bu bəzi bəyanatlar, belə bir təkliflər və s. bir çox hallarda sonra yoxa çıxır və yaxud təqzib olunur. Və mən düşünürəm ki, burada İsrailin misal üçün mövqeyi daha ardıcıldır. İsrail hesab edir ki, deməli, onun ətrafında heç bir terror dəstələri olmamalıdır. Nə Hizbullah, nə Hamas, nə İraqda proksi qüvvələr. İran onlara dəstək verməməlidir. Onlara nə silah, nə maliyyət çatdırılmamalıdır və İsrail bunu edərək hesab edir ki, öz təhlükəsizliyini qoruyur bir dövlət kimi. ABŞ-ın müəyyən məqsədləri var. Əlbəttə ki, ABŞ burada Hörmüz boğazında, blokadada hələlik blokadanı davam edəcək. Amma bu da aydın məsələdir ki, burada İrandan da çox şey asılıdır. İran bu qədər sərt deməli tələbləri, şərtləri irəli sürərək gərək müəyyən kompromislərə də getsin. Amma onlar hesab edir ki, onlar deməli zərbələrə məruz qaldılar. Onlara qarşı agresiya törədirdi və əgər onlar kompensasiya almayacaqlarsa, onlar bu müharibəni davam edəcəklər və gərginlik bundan sonra da davam olunacaq. Bu da əlbəttə ki, Yaxın Şərqdə hansısa bir sülhdən, sülhə yaxın bir vəziyyətdən danışmaq hələlik görünür tezdir.